Biz inkişaf etdirici mühit deyəndə bəzən təsisçilərdən belə bir bizə geri dönüş olur ki, hələ bunu etməyə imkanım çatmır. Bəs reallıq nədir? Gəlin görək, həqiqətənmi bu güşələr uşaqların inkişafını təmin etmək üçün qurulur, yoxsa sadəcə göstəriş məqsədi ilə qurulur? Qeyri-peşəkarların toxunuşundan əziyyət çəkən uşaqlar. Bəli, valideynlər ya iş çoxluğunun bəhanə gətirərək, yaxud da ki, özləri rahat olsun deyə, uşaqlar onları incitməsin deyə günlərinin çox hissəsini televizor, telefon qarşısında keçirirlər və yaxud da ki, bəzi valideynlər bunu belə qürur hissi ilə də vurğulayırlar ki, mənim övladımın texnologiyadan xəbəri var. Hər birinizi salamlayıram. Bugün həmsöhbətim Cəmilə xanımdır. Salamlayıram sizi Cəmilə xanım. Salam Aynur xanım. Cəmilə xanımla bugün biz bağçalarda inkişaf etdirici mühit necə olmalıdır və güşələr barəsində danışacağıq. Çünki bu çox önəmlidir. Bəzən güşələr haqqında çox yanlış anlayışlar var və bəzən hətta yeni bağça biznesi başlayan təsisçilər ümumiyyətlə güşələr haqqında məlumatsız olurlar. Bağça mühiti necə olmalıdır? Ümumiyyətlə Cəmilə xanım, baxın, bağça mən hər çıxışımda bəlkə dəfələrlə bunu təkrarlamışam və bəzən təkrarçılıq kimi görünər, amma bağça mühiti o qədər bir-birindən əlaqəlidir mövzular. Mən məcburam geri dönüş etməyə. 0-3-3-6 yaş uşaqların inkişafının önəmli dövrü olduğu üçün bizdə bağçada inkişaf etdirici mühit çox önəmlidir. Və biz məhz dayə xidməti deyil. Çünki çox əfsuslar olsun ki, bugün valideynlər bağçalara, bir çox bağçalara mən bəli, özəl sektor üzərindən danışmaq istərdim. Dayə xidməti kimi baxırlar və mən çox istərdim ki, zaman gəlsin və bizim valideynlər tək dayə xidməti kimi deyil, eyni zamanda bağçaya inkişaf etdirici bir mühit kimi baxmağı, belə deyim, artıq baxsınlar. Sizcə bir bağçada inkişaf etdirici mühit necə olmalıdır? Bu günləri, yəni müşahidələrimiz əsnasında görürük ki, daha çox da yeni açılan özəl mərkəzlərdə rəhbərliyin belə bu işdən anlamaması, bu yəni məlumatının olmaması inkişaf etdirici mühitin düzgün qurulmamasına gətirib çıxarır. Yəni inkişaf etdirici mühit uşağın inkişafını təmin etmək məqsədi ilə yaradılır. Məktəbəqədər təhsil müəssisələrində inkişaf etdirici mühitin iki növü var. Daxili və xarici inkişaf etdirici mühitdir. Biz bağçanın daxilində bir mühiti qurduğumuz zaman orada qura bilmədiyimiz o mühiti artıq xaricdə qururuq. Xarici inkişaf etdirici mühitə bağçanın həyətyanı ərazisidir, oyun meydançasıdır, burada ağaclardır, bitkilər, daş, qumdur ki, burada uşaq artıq ətraf mühiti öyrənir. Yəni bağçanın daxilində nəyi öyrənə bilmirsə, artıq bu mühiti biz öyrədici olaraq uşaqlar üçün bağçanın həyətində qurmalıyıq. Daxili inkişaf etdirici mühitə isə güşələr, inkişaf mərkəzləri daxildir. Biz bu inkişaf mərkəzini qurduğumuz zaman da mütləq inkişaf sahələrinə uyğun olaraq qurmalıyıq və uşaqların inkişafını təmin etmək məqsədilə qurulmalıdır. Yəni necə istəyirəm, orada seçilən oyuncaqlar belə necə gəldi qurulmamalıdır. Məqsədə uyğun olmalıdır. Yəni hər bir qoyulan materialın bir məqsədi olmalıdır ki, uşağın inkişafını təmin edə bilər. Əgər biz məqsədimizi düzgün qoymasaq və düzgün materialları seçməsək, istədiyimiz məqsədə də çata bilməyəcəyik. Ona görə mütləq orada qurulan güşələr hər biri inkişaf etdirici olmalıdır. Uşaqların təlim-tərbiyə prosesində düzgün seçilməlidir. Yəni burada da ən əsas tərbiyəçinin üzərinə məsuliyyət düşür ki, tərbiyəçi bu inkişaf etdirici mühiti qurduğu zaman bizim də olan tələblər nələrdirsə, bunu nəzərə alaraq qurmalıdır. Və güşələri qurduğumuz zaman bizim qarşımızda duran ən əsas tələblərdən biri uşaqların əsas ehtiyaclarını nəzərə almaq və həmin an bağçada olan resurslardan düzgün istifadə etməkdir. Çünki resurslar düzgün istifadə etdiyi zaman bu tərbiyəçinin iş prosesini də rahatlaşdırır. Çünki biz məşğələ qurduğumuz zaman resurslardan istifadə edirik. Yəni biz əgər həqiqətən o inkişaf etdirici mühiti, güşələri qursaq, biz öz prosesimizi, yəni iş prosesimizi də asanlaşdırmış ola bilərik. Bəzən mən məsələn kimsə bağça, əgər bağça istəyir ki, bağçası olsun, bağça biznesinə qoşulmaq istəyir və bu sahədən anlayışı yoxdur. Bəzən məsləhət görürük ki, biz inkişaf etdirici mühit deyəndə bəzən təsisçilərdən belə bir bizə geri dönüş olur ki, hələ bunu etməyə imkanım çatmır və siz düz vurğuladınız ki, resurslar burada çox önəmlidir. Yəni bağçanın bir məqsədi var. Uşaqları təlim və tərbiyə etməkdir. Düzdür, tərbiyənin əsası mən həmişə deyirəm, ailədə qoyulur, davamı bağçada davam etdirilir. Normalda güşə sayı nə qədər olmalıdır? Dövlət standartlarına uyğun 32-dir, səhv etmirəmsə. Hardasa 14-ü özəl 14 qurulmağı daha məqsədə uyğundur. Yəni bəzi güşələr var ki, elm güşəsi ilə təbiət güşəsi bir-biri ilə birləşdirilmiş şəkildə də biz qura bilirik. Yəni vacib deyil ki, hər qrupda bütün güşələr qurulsun. Ən azından hər qrupda 3-4 güşə qurulmalıdır və hər güşədə
hər qrupda qurula bilmir. Yəni biz güşələri qurduğumuz zaman bəzən yaş xüsusiyyətlərini də nəzərə alırıq. Misal olaraq ki, əl əməyi güşəsi var ki, biz bunu digər qruplarda qura bilmərik. Sadəcə məktəbə qədər qruplarda, məktəbə hazırlıq qruplarında əl əməyi güşəsi qurulur. Yəni güşələri qurduğumuz zaman bu kimi nüanslara da diqqət yetirsək çox önəmli olar. Bəzən çünki biz bağçalara gedirik, rəhbərlik bizi bağça mühiti ilə tanış edəndə və görür, göstərir ki, bizdə bu güşə var, bu var, amma baxırıq ki, güşə qurulduğu zaman burada belə səhvlər var. Materialların düzgün seçilməməsi, yaşa uyğun güşənin düzgün qurulmaması da olur. Ona görə də mütləqdir ki, biz bir bağça quracağıqsa, bağça sisteminin qurulması üçün ilk olaraq metodik iş düzgün seçilməlidir və metodik işin də düzgün seçilməsi üçün bağça rəhbəri bağça işindən xəbərdar olmalıdır. Və xəbərdar deyilsə, ən azından düzgün mütəxəssisi seçməlidir. Mən həmişə deyirəm ki, güşələrin bir məqsədi var. Uşaqlara öyrətmək. Bizdə bir belə düşüncə var. Güşələr vitrin rolunu oynayır. Çox əfsuslar olsun. Hətta bəzən bağçalara gedəndə vitrin oyuncaqlar və yaxud uşaqların oynadığı oyuncaqlar belə bir anlayış yoxdur. Bağçada yaradılan bütün mühit uşaqlar üçün olmalıdır. Orada bizim əsas məqsədimiz uşaqları öyrətməkdən ibarətdir və güşələrin məqsədi o deyil ki, biz bunu bəzən çox əfsuslar olsun, göstəriş və yaxud da ki, vizual olaraq ki, valideyn girəni buna xoş görürsün. Məsələn, təbiət güşəsinin məqsədi nədir? Təbiətlə, ətraf aləmlə uşaqları tanış etmək. Və eyni zamanda mən həmişə deyirəm, uşaqların toxunmağı çox önəmlidir. Çünki uşaqların inkişafı barmaqların ucaqlarında toxunaraq inkişaf eləməlidir və uşaq əgər ona toxunmursa, uzaqdan baxırsa, heç bir mühitdən söhbət edə bilmərik. Məsələn, təbiət güşəsidir, milli güşədir, valideyn güşəsidir. Məsələn, bir olsa yetərlidir. Amma elə güşələr var ki, onlar hər bir qrupda olmalıdır. Düz vurğuladınız ki, hər qrupunda, məsələn, elm güşəsini biz kiçik qrupda etməsək də olar. Çünki orada uşaqlarda əsas oyun tərkiblidir deyənə, orada başqa güşələr, incəsənət güşəsidir. Daha çox sensomotor bacarıqlardır. İnkişaf etdirən güşələrə üstünlük versə, onlar daha çox məqsədə uyğundur. Siz doğru vurğuladınız, elə o mövzuya toxunmaq istəyirdim. Bugün bizim acı reallığımızdır. Bugün istər dövlət bağçalarında olsun, istər özəl bağçalarda olsun, biz gedirik, gözəl bir güşələr qurulub və biz sözdə hər zaman deyirik ki, bu güşələr uşaqların inkişafını təmin etmək məqsədi ilə qurulur. Bəs reallıq nədir? Gəlin görək, həqiqətənmi bu güşələr uşaqların inkişafını təmin etmək üçün qurulur, yoxsa sadəcə göstəriş məqsədi ilə qurulur? Bəzən tərbiyəçilər, yaxud da bağça rəhbərləri bu güşələri mənim də mərkəzimdə, mənim də bağçamda güşə var deyə qurur və uşaqlar o güşəyə toxuna bilmirlər. Yəni, toxuna bilinməyən bir güşə, uşağın təmasda olmadığı bir güşə necə öyrədici bir mühit ola bilər? Ona görə də mənim hər zaman vurğulamaq istədiyim və ümumiyyətlə yeni bu işə başlayan tərbiyəçilərə də tövsiyə etmək istədiyim budur ki, yəni o güşəni qurduğumuz zaman mütləq o güşə uşaqların, necə deyirlər, sərəncamında olmalıdır. Uşaqlar o güşədəki materiallara toxunmalıdır və öyrənmə prosesi düzgün şəkildə getməlidir. Və burada biz deyirik ki, güşələr, orada dolablar elə yerləşdirilməlidir ki, uşaqların əli çatan səviyyədə olmalıdır və uşaqlara orada müstəqillik, sərbəstlik verilməlidir. Uşaqlar öz istədikləri materialı rahat götürüb, sərbəst şəkildə fəaliyyət göstərə bilsinlər. Amma bunu da bəzən səhv anlayırlar və deyəndə ki, uşaq sərbəst getsin, müstəqil həmin güşələrdə fəaliyyət göstərsin. Bu zaman tərbiyəçi uşağı boş buraxmamalıdır. Yəni, uşaq getsin orada boş oynasın, mən də gedim öz işimi görüm, söhbətimi eləyim. Yəni, belə bir yanaşım olmamalıdır. Pedaqoqun işi orada uşaq məşğul olduğu zaman o uşağı müşahidə etmək, onun maraq və ehtiyaclarını bilmək və sonraki zamanda artıq o güşədə dəyişiklik edəndə uşağın marağı və ehtiyacları üzərindən bu mühiti qursun. Çünki o mühit uşağın maraq və ehtiyacları üzərindən qurulmadıqda, yəni güşə ola bilər, müəllim öz istəyinə uyğun qura bilər, burada var bu güşə. Amma yenə də uşağın ehtiyacları üzərindən qurulmursa, bu da öyrədici deyil. Orada heç bir mənası yoxdur. Əgər bir güşə vizual olaraq qurulursa, mənim aləmdə, onun heç bir mənası yoxdur. Ümumiyyətlə, uşaq bağçası qurulanda elə bir şəraitdə qurulmalıdır ki, orada hər bir sahəsindən biz bolluca, siz dediyiniz kimi, istəyir daxili mühitdə, istəyir xarici mühitdə. Xarici mühitdə vurğulamaq istirdim ki, bəzən biz bunu çox görürük.
görmüşük, müşahidə etmişik ki, bağçaların yanından keçərkən uşaqlar öz başına həyətdə oynayırlar. Hətta həyətdə oynamağın belə orada müşahidə var, müstəqil fəaliyyət var, müsahibə var. Çox əfsuslar olsun ki, bəzən tərbiyəçilərimiz də bunu qeyd edəndə bəzən mən düzdür, hamının haqqına girmək istəmirəm. Bizdə yetərli tərbiyəçilər var ki, o bağçanın o inkişaf etdirici mühitini bolluca öz təlim proseslərində istifadə edirlər. Amma etməyənlər də var. Və dəfələrlə bunu görmüşük ki, uşaqlar sadəcə oturur, müəllimələr söhbət edir, uşaqlar da özləri üçün oynayır. Oynamalıdır, bəli. Orada müstəqil fəaliyyət var. Amma müstəqil fəaliyyəti də idarə etməyə uşaqlara öyrətməliyik. O deməli deyil ki, siz demişsiniz. Biz söhbət edək, öz işimizdə olan uşaqlarla kim nə istəyir etsin. Və yaxud güşələrin bir məqsədi var. Əlbəttə ki, uşaqları sərbəst şəkildə, nəzarətsiz şəkildə biz güşələri onların öhdəsinə buraxsaq, bir həftədən sonra orada güşədən heç bir əsər-əlamət qalmayacaq. Bağçanın məqsədi ondan ibarətdir ki, biz o güşələrlə də düzgün rəftar etməyi. Bəzən bağça təsisçilərinə qeyd edəndə ki, burada bu güşə olmalıdır, uşağın əli çatmalıdır, uşaq bundan istifadə etməlidir. Deyir ki, bir həftədən sonra burada salamat oyuncaq qalmayacaq. Çünki biz oyuncaqlarla oynamağı belə onlara öyrətməliyik. Hər dəfə təlimlərdə olanda və yaxud bağçalarda təlim keçəndə tərbiyəçilərə deyirik, oyun saatı və yaxud müstəqil fəaliyyət o deyil ki, siz kənarda oturasınız. Çünki fikir verin, 2-3 yaşlı uşaqlar oyuncaq üstündə dalaşa bilərlər, paylaşmağı bacarmırlar. Çünki onlarda hələ sosial davranışlar, paylaşmaq tam formalaşmayıb deyə. Bunu da biz pedaqoqlar onlarda doğru istiqamət verərək formalaşdırmalıyıq. Yoxsa ki, uşağı yəni necə istəyir qoysaq, təbii ki, onlarda formalaşacaq, amma müəyyən bir qədər formalaşacaq. Düzgün formalaşmayacaq. Amma bizim onlara verdiyimiz istiqamət, doğru yanaşma əsnasında bu formalaşma daha keyfiyyətli olacaq. Ona görə yəni hər bir mühitdə olduğu kimi məktəbə qədər təhsil mühitində də yəni ən əsas öhdəliyi biz tərbiyəçilərin üzərinə düşür. Biz əgər işimizi, iş prosesimizi doğru bilsə, uşağa yanaşmanı düzgün bilsə və uşaq inkişafından xəbərdar olsa, uşağı düzgün təməllər üzərində inkişafını təmin edə bilirik. Amma biz uşaq inkişafını da bilməyəndə, uşağa necə yanaşmaq lazımdır, onu da bilmirik. Mən çox zaman bağça işi təlimində qarşılaşıram. Bağça işi təlimində biz ilkin mövzularda uşaq inkişafında erkən inkişaf dövrünü keçirik və tərbiyəçilər bəzən mənə sual verir ki, müəllimə, mən 4-5 yaş qrupasında işləyirəm. Mənim nəyimə lazımdır 5 aylıq, 6 aylıq, yaxud da 1 yaşında uşağın inkişafını öyrənim. Yəni bir pedaqoqsa, biz uşağın doğulduğu andan, yəni bağçada işləyiriksə, 6 yaşına qədər olan dönəmi bilməliyik ki, biz hər zaman məktəbə qədər dönəmdə olmayacağıq. Biz orta qrupda, böyük qrupda, kiçik qrupda olacaq. Olmasaq belə, yəni bir pedaqoq uşağın hər yaş mərhələsini bilməlidir ki, uşağa düzgün yanaşmanı, adaptasiya müddətinin düzgün, rahat keçirilməsini edə bilsin. Yəni bizim zaten bu gün pedaqoqların istər adaptasiya müddətində, iş prosesində çətinlik çəkmələrinin səbəbi uşaqların inkişaf mərhələlərini bilməmələridir. Yəni bildikləri əsnada bunu çox gözəl, yəni idarə edə bilirlər, iş prosesində düzgün apara bilirlər və prosesin içərisində boşluqları da olmur. Çünki uşağın yaş ehtiyacı nədir? Bunu bilirlər. Gün rejimini də bu ehtiyaca əsasən qururlar. Boşluqlar da olmur, uşaqların öyrənməsi də əlverişli olur. Amma mən uşağın yaş ehtiyacını bilməyəndə, gün rejimini düzgün qurmayanda artıq orada boşluqlar olur. Mən neyniyəcəm, günü necə dolduracam düşüncələri ilə artıq qarma-qarışıqlıq olur. Ona görə pedaqoqlar da uşaq inkişafını bilsələr, iş prosesini daha əlverişli qura bilərlər. Bəzən mən məsələn Cəmilə xanım, mən tərbiyəçilərə qeyd edirəm ki, əslində günü idarə etmək o qədər də çətin deyil. Əgər siz düz buyurdunuz, biz sistemli şəkildə bunu necə etməyimizi bilsək, alqoritm şəklində bunu necə idarə etməyimizi bilsək, inanın gün o qədər maraqlı keçəcək və necə gəlib günün bitməyindən belə xəbərdarım olmayacaq və o zaman biz bacardığımız qədər maksimum dərəcədə uşaqlara informasiya verməliyik və bunu düzgün şəkildə etməliyik. Çox əfsuslar olsun ki, mən heç kimin haqqına girmək istəmirəm, qeyri-peşəkarların toxunuşundan əziyyət çəkən uşaqlardır. Yəni burada bir uşaq psixologiyasından söhbət gedir. Burada gələcəyə şəxsiyyət biz yetişdiririk və düzgün yanaşma olmursa və yaxud əgər bir tərbiyəçi 2 yaş sindromunda uşaqla necə rəftar edəcəyini bilmirsə və bunda hansı peşəkarlıqdan söhbət gedə bilər? Burada hansı inkişafdan söhbət gedə bilər? Bugün dünya inkişaf edir,
göstərir. Dünənin uşağı ilə bugünün uşağı fərqlidir. Biz dünən bağçada qurduğumuz inkişaf etdirici mühiti bugün qura bilmirik. Çünki uşağa maraqsızdır. Bəzən tərbiyəçilərə deyəndə mən hətta müqayisə edirəm ki, baxın, 15 il, 20 il bundan qabaq tədris etdiyimiz proqram artıq keçərli deyil. Biz tərbiyəçilər olaraq, müəllimlər olaraq bağçada inkişaf etdirici mühiti yaratmaq üçün yeni metodlar axtarmalıyıq. Süni intellektin inkişaf elədiyi bir dövrdə yaşayırıq. Uşaqlar, əgər biz müəyyən yaşda planşetlərlə tanış olmuşduqsa, iPad-lərlə tanış olmuşduqsa, artıq kiçik yaşda uşaqlar sərbəst şəkildə onları idarə edir və informasiya qəbul etmək bacarığı daha çoxdur. Və mən qeyd etmək istəyərdim ki, bugünün uşağı daha xoşbəxtdir. Nə üçün? O vaxtlar yeganə televizor idi. Biz müəyyən vaxtlar var idi ki, biz o vaxtları gözləyirdik ki, bizim ən sevimli verilişlər var idi ki, biz o verilişləri izləyirdik. İndi biz o verilişləri YouTube kanalından və yaxud digər kanaldan istifadə edə bilirik. Və uşaqlar bugün informasiyanı daha çox ala bilir. Amma müqayisə etsək, dünənin uşağı daha intellektual səviyyədə daha inkişaf etmişdi. İldən bu inkişafı yəqin siz də izləyə bilərsiniz. Yəni, uşaqların yaş inkişaflarına baxanda, illəri müqayisə edəndə, mən hətta keçən dəfə bir müşahidə apardım. 14 il bundan öncə mən kiçik qrupda çalışanda, orada uşaqlar sərbəst şəkildə pilləkənləri qalxıb düşə bilirdi. Amma bugünün uşağı çox əfsuslar olsun ki, qalxıb düşə bilmir. Onun səbəbi də inkişaf etdirici mühitin düzgün qurulmamasıdır. Bunu necə etməliyik Cəmilə xanım? Baxın, bəzən valideynlərə dəfələrlə deyirik, amma bir öyrədici bir videodan bunu izlərlərsə, dəfələrlə biz bunu səslənəriksə, normalda bu qədər inkişaf etmişiksə, önə getməliyik, amma uşaqlarda bir geriləmə görülür. Geriləmə var və bu geriləmənin də səbəbi ümumiyyətlə birinci deyirik ki, uşağın 3 müəllimi var. Birinci ailədən başlayır, ailədir. İkinci gəlir bağçada tərbiyəçidir və üçüncüsü bu mühitdir. Mühit uşağın həyatında üçüncü öyrədici bir müəllimdir və uşaqların bugün fiziki olaraq inkişafdan geri qalması, ümumiyyətlə hərəkətsizliyin həddən artıq olması bugün texnologiya ilə daha çox əlaqəlidir. Valideynlər ya iş çoxluğunun bəhanə gətirərək, yaxud da ki, özləri rahat olsun deyə, uşaqlar onları incitməsin deyə günlərinin çox hissəsini televizor, telefon qarşısında keçirirlər və yaxud da ki, bəzi valideynlər bunu belə qürur hissi ilə də vurğulayırlar ki, mənim övladımın texnologiyadan xəbəri var. Texnologiyadan xəbəri olmaq nəysə bir şeyi icad etmək kimidir. Bir uşağın sərbəst şəkildə YouTube-a daxil olması, hər hansı bir proqrama daxil olması texnologiyanı bilməsi anlamına gəlmir. Və bu gün uşaqlarda inkişafdan geri qalmanın səbəbi daha çox günlərinin çox hissəsini televizor, telefon qarşısında keçirməlidir. Yəni 2 yaşına qədər uşaq çalışıb, yəni televizor, ümumiyyətlə ekrandan təmasda olmamalıdır və 2 yaşdan sonra artıq olmalıdır və bu da müəyyən bir saat aralığı ilə olmalıdır. Yəni biz artıq bu yaşdan sonra da onları ekrandan uzaq tutaq deyə bir şey yoxdur və bu ekran neynir? Uşaqda ifadə edici dili formalaşdırmır. Ekran davamlı danışır, uşaq sadəcə dinləyən mövqeydə olur və bu günləri biz 5-6 yaşında bəzən uşaqlarımız olur ki, qrupda biz məşğələni keçirik, nəsə bir məlumat verir və o məlumatı geri almaq istəyirik. Uşağın nitqində heç bir problem yoxdur, anlaması, qavraması çox gözəldir. Sadəcə uşaq ağzını açıb danışmaq istəmir və bunun da başlıca səbəbi, çünki gününün çox hissəsi valideynlə də danışanda deyir ki, mənim övladım demək olar ki, günün həddən artıq çox hissəsini televizor, telefon qarşısında keçirir. Televizor, telefon o uşağı sorğulamır, danışdırmır, ancaq dinləməyi öyrədir deyə o uşaq da vermir və valideynlərə də deyəndə ki, telefondan, televizordan uşaqları uzaq tutun, çalışın, çox zaman keçirin. Valideynlər deyir ki, mən işdə oluram, zamanım yoxdur, zamanı çatdıra bilmirəm və bəzən buna görə vicdan əzabı da çəkirlər. Düşünürəm ki, vicdan əzabı çəkmək lazım deyil və biz uşaqla zaman keçirin dediyimiz, oturub sırf həmin saat üçün o uşaqla saatlarla oturmaq, oynamaq, o telefondan uzaqlaşdırmaq deyil. Adi zaman keçirdiyimiz iş, gündəlik həyat prosesimizin içinə də daxil edə bilərik. Həyat bacarıqlarını öyrədə. Həyat bacarıqlarını. Düşünək, ana işdən gəlib, başqa bir iş görməsə belə, ən azından axşam üçün bir yemək hazırlayacaq. Uşağı da bu prosesin içərisinə daxil edə bilər. Tərəvəzlərin gətirilməsi, ana tərəvəzləri soyduqdan sonra o uşağa yuyulması, fərqli adi axşama meyvə yeyəcəksə, həmin meyvənin gətirilməsi, yuyulması, qurulanmasını belə uşaqdan istəyəcək və süfrə hazırlanacaqsa, qaşığın, çəngəlin, boşqabın
uşağa düzülməsi, bunların hər biri uşaqda həyatı bacarığı formalaşdırır və biz də diqqət etsək görərik ki, həqiqətən uşaqlar bu işləri o qədər sevə-sevə görürlər. Sadəcə biz böyüklər ay sındırarsan, ay dağıdarsan ya da işimi artırma deyib biz uşaqları o prosesdən uzaqlaşdırırıq. Yəni zamanı belə keçirsələr, uşaqlar da telefondan uzaq olacaq. Həmçinin də dolu-dolu bir zaman keçirəcəklər. Eyni zamanda mən həmişə deyirəm ki, biz uşağa bir məsuliyyət yükləyəndə onda özgüvən hissini artırmış oluruq. Mən bacarıram düşüncəsi. Məndə alınır, sən bacarırsan. Eyni zamanda lazımlıq hissini, sən mənə lazımsan. Lazımlıq hissini yaradır və bu gələcəkdə davranış pozuntularında, psixoloji pozuntularının qarşısına alır. Mövzudan nə qədər də desək kənara çıxmış oluruq bəzən. Çünki bağça mövzu məktəbə qədər yaşlı bir-birinə əlaqəlidir deyə. Bəli. Baxın, yenidən qayıdaq öz mövzumuza. İnkişaf etdirici mühit dedi ki, güşələr düzgün olmalıdır. Güşələrin adını sadalayaqmı Cəmilə xanım? Biz bu günləri bağçalarda misal ən əsas qurduğumuz sujetli rol oyunlar güşəsidir, su güşəsi, qum güşəsidir, riyaziyyat güşəsidir, stol üstü oyunlar güşəsidir, gəlincik güşəsi, kitab güşəsi, elm güşəsi, yəni təsviri fəaliyyət güşəsi, həddən artıq güşələrimiz var. Yəni ən əsas qurduğumuz, yəni güşələrdən bunlardır. İndi unutduğum, adını söyləmədiklərim də olar və bu güşələrdə yenə söylədiyimiz kimi yaşlara uyğun olaraq qururuq. Misal olaraq götürsək ki, kiçik qrupada biz riyaziyyat güşəsini qurmuruq. Biz ümumiyyətlə dərs cədvəlimizə də baxanda görürük ki, riyaziyyat anlayışı orta qrupdan etibarən başlayır. Orada sensor motor. Biz orada sensor güşəsi qururuq və burada artıq uşaqlar əşyaların formasını, ölçüsünü, rəngini, bu kimi anlayışları öyrənirlər. Artıq 4 yaşından etibarən o güşəni quranda, burada qurulan güşə riyaziyyat güşəsi adlanır və riyaziyyat güşəsi də uşaqların məntiqi təfəkkürdür, idrakinin inkişafında böyük əhəmiyyət daşıyır. Yəni müəllimlər də güşə quracam adı altında aparıb körpələr qrupunda da riyaziyyat güşəsini qurmasınlar ki, burada da qurulmalıdır. Ümumiyyətlə hər bir qrupun özünün məxsusi güşələri vardır. Çox yaxşı olar ki, o güşələri orada yaratmadan öncə məqsədini bilməlidir və bu haqqda məlumatlar olmalıdır. İnkişaf etdirici mühit deyəndə orada sırf uşaqların yaş xüsusiyyətlərinə uyğun qurulmalıdır. Və inkişaf sahələri və yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni xatırlatma etmək istəyirəm. Bundan öncəki çıxışlarımızda inkişaf sahələri haqqında danışmışdıq. Biz inkişaf sahələri 4 demişdik izləyicilər. Orada fiziki sağlamlıqdır, estetik yaradıcıdır, idrakdır və sosial-emosional inkişafdır. Yəni biz bağçada o mühitim quranda inkişaf sahələrini nəzərə almalıyıq. Orada həm uşaqlar bəzən biz güşə deyəndə düşünürlər ki, idrak inkişafı mütləq olmalıdır. Xeyr. Orada həm uşaqların sosial bacarıqlarının inkişafıdır, estetik yaradıcılar. Çünki biz estetik yaradıcı inkişafı qurmadan sağ beynimiz inkişaf etmir. Estetik yaradıcı inkişaf birmənalı sağ beynin inkişafı ilə əlaqəlidir. Yəni bu 4 inkişaf sahəsi deyəndə, hətta bu yaxınlarda Təhsil Nazirliyi oyuncaq siyasəti irəli sürdü. Çox mən bəyəndim bu siyasəti ki, həqiqətən də hər bir oyuncağın predmeti var. Hər bir oyuncağın bir məqsədi var. Bu məqsədli şəkildə alınmalıdır. Eyni zamanda bağçalara, eyni zamanda evlərə. Bunu ilə öncə mən də qeyd etmişdim çıxışlarda ki, oyuncağın məqsədi var. Oyuncağı sadəcə uşağı almaqda məqsədimiz o deyil ki, uşaq bunu ilə zaman keçirsin. Oradan özünə akademik biliklər götürsün. Bəli, yəni adi güşədə qurulan, bağçalarda qoyulan oyuncaqların belə hər birinin məqsədi olmalıdır. Yəni mən hər hansı bir məqsədi daşımayan, uşağın inkişafında heç bir faydası olmayan hər hansı bir yumşaq oyuncaqlar gedirik görürük ki, bağçalarda var. Güşə dolu olsun. Güşə dolu olsun, amma o güşədə olan oyuncaq heç bir inkişafı təmin etməsin. Yəni o materialın, oyuncağın orada olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni və biz yenə də oyuncaqlar qoyulanda da yaş xüsusiyyətlərini nəzərə alırıq. 1-2 yaş qrupasında olan oyuncaqların da məqsədi fərqli olur. Ümumiyyətlə alındığımız zaman diqqət etdiyimiz nüanslar var. Böyük qrupalarda da adi bunu görək ki, kitab güşəsi qurduğumuz zaman da, yəni bu kimi nüanslar var ki, nəzərə alırıq. Kitab güşəsi bağçalarda bütün qrupalarda hazırlanır. Ümumiyyətlə kiçik qrupada dedik ki, nəinki kiçik qrupada, digər qrupalarımızda belə kitabları seçdiyimiz zaman yaş xüsusiyyətlərini nəzərə alırıq. Və kiçik qrupalarda dedik ki, daha çox şəkilli kitablara üstünlük veririk və bu şəkilli kitablarda qarma-qarışıq şəkillərdən, həddən artıq çox şəkilli kitablar olmamalıdır. Çünki uşaqların hələ diqqəti o qədər formalaşmayıb ki, orada uzun-uzadı bir şeylərə, qarma-qarışıq bir şeyləri seçib nəsə öyrənə bilsinlər. Ona görə adi bir səhifədə 1 və 2 şəklin olması daha
çox önəmlidir. Burada olsun, tanıdığı ancaq heyvanlar olsun, meyvə tərəvəzlər olsun, öyrədici, yəni bir xüsusiyyətə malik olan şəkilli kitabların olması daha məqsədə uyğundur və burada kitabların qalma müddəti də var. Və yəni mən hər zaman bunu görürəm, müşahidə edirəm. İstər özəl bağçalarda olsun, istər bu gün biz dövlət bağçalarında olsun, sadəcə kitab güşəsi var adı altında bu güşə yaradılır. Və 10 ildə keçsə, elə o kitablar ordadır. İndi 10 il uzun dedim. 1 il olsun, 2 il olsun, müəyyən bir müddətdə o kitablar ordadır. Amma kitablar belə birdən-birə o rəflərə qoyulmur. Düşünək ki, məsəl olaraq orta qrupda biz 4-5 ədəd kitab qoyuruq və o kitabın qalan hissəsi rəflərdə saxlanılır. O böyük və məktəbə hazır qruplarında ilkin olaraq 10-12 kitab qoyuruq və qalan hissəsi rəflərdə saxlanılır və kitabların o rəflərdə qalma müddəti 2 həftə yarım olur və bunun da dəyişə bilər. Bir həftə arta da bilər, azala da bilər. Bunun da başlıca məqsədi uşağın orada olan kitablara marağının itməsi ilə əlaqədardır. Əgər görsək ki, hələ ki uşağın o kitablara marağı var, biraz qalma müddətini artıra bilərik. Amma maraq itibsə, biz onu tez bir zamanda da, yəni 2 həftədə də dəyişə bilirik və kitablar bayaq söylədiyim kimi də birdən-birə hamısı düzülmür. Düşünək ki, məktəbə hazırlıq və böyük qruplarda 10-12 kitab olmazsa, digər kitablar rəfdə olur və 2 həftədən sonra həmin kitablar götürülür və yeni kitablarla əvəz olunur ki, uşaqların həmin güşələrə davamlı marağı olsun. Eyni bir şeylər olanda uşaq ilkin olaraq ora maraq göstərəcək və sonra maraq göstərməyəcək. Artıq burada da yenə öyrədici mühit pozulmuş olacaq. Yəni uşaq yönümlü təsir demək olar ki, normativləri pozulacaq. Cəmilə xanım, çox təşəkkür edirəm Çox sizə. sağ olun. Çox dəyərli oldu fikirləriniz. Uşaqlar bizim gələcəyimizdir. Gəlin gələcəyimizi elə inkişaf elətdirək ki, həqiqətən də onlarla qürur duyaq. Mən həmişə deyirəm, pis uşaq yoxdur. Sadəcə uşağı doğru yönəldən bir pedaqoq yoxdur və yanaşma yoxdur. Ona görə hörmətli pedaqoqlar, çox xahiş edirəm, uşaqları yönləndirəndə onlara bir şəxsiyyət kimi baxaq və o mühiti elə idarə edək ki, həqiqətən də gələcəyin o şəxsiyyətini böyüdə bilək. Bəli, belə bir fikir var ki, biz hər zaman deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Əslində gələcəyimiz dediyimiz uşaqlar bu günümüzdür. Biz bu gün nə verəcəksə, o uşaq da zaten gələcəkdə olacaq. Yəni verə bilmədiyimiz bir şeyi sabah gələcəkdə o uşaqdan gözləyə bilmərik. Ona görə bu gün, yəni gələcəyimiz dediyimiz uşaqların təməllərini elə düzgün qoymalıyıq ki, həqiqətən də cəmiyyətimiz üçün, sabahımız dövlətimiz üçün hər tərəfli insanlar, fərdlər yetişdirə bilək, şəxsiyyət yetişdirə bilək. Təşəkkür edirəm Çox Cəmilə sağ xanım. olun, təşəkkür edirəm.